Qədim Yunan əfsanəsinə görə Dionis adlı bir nəfər sadə bir ailədə böyüsə də öz cəsarəti və hiyləgərliyi ilə hökmdar olur. Bu hökmdarın Damokl adlı bir təlxəyi var idi. Bu təlxək hər gün kralın həyatının rahatlığından, krallığın səfasından danışıb hökmdar olmağın həsrətini çəkirdi. Bir dəfə kral bu eyhamlardan bezib Damoklə deyir ki, buyur, bir günlük taxta keçib krallığın səfasını sən də yaşa. Damokl də sevincək taxta oturur. Birdən başını qaldırıb görür ki, tavanda məhz at tükündən asılmış iri bir qılınc var. Damokl vahimə ilə geri çəkilir ki, istənilən an tük qırılsa, bu qılınc onun başını iki parça eləyəcək. Qorxudan taxta otura bilmir. Həmin gecə ümumiyyətlə onun ən əzablı sınağı olur. Yəni, insan ucaldıqca onun üzləşdiyi çətinliklər, düşmənləri, yıxılmağını gözləyənlər, o cümlədən yaranan yeni məsuliyyətlər başının üstündə o iti Damokl qılıncı kimi dayanır. Kənardan baxan o təlxəyləri isə bunun ağırlığını heç vaxt başa düşmür. Dionisi çox güclü hökmdar olsa da, o qılınc onun üzləşdiyi təhlükələri ifadə edirdi. Hər an gələ biləcək təhlükəni gözə almaq və öz işini o təzyiq altında görə bilmək. Əlbəttə, hər kəsin işi deyil. Təbii ki, sonradan bu ifadənin mənası bir qədər dəyişib, hətta biraz aforizmə də çevrilib. İndi kimisə hansısa bir təhlükə gözləyəndə başının üstündə Damokl qılıncı asılıb kimi bir ifadə deyirlər.